ciddiyyətə alına bilməyən fikirlər irəli sürmək yanlış yoldur. Hər biriniz sabahınız xeyir. Hazırda Mingəçevir şəhərindəyik. 3 iyul 2026-cı il tarixdir və biz birazdan saat 6-da toplaşaraq Mingəçevir Dövlət Universitetinin kollektivi olaraq Zaqatalaya doğru yolumuzu alacağıq və maşınımızla bağlı məsələlərə baxdıq. Artıq biz səfərə hazırıq. Yanacağımız var, suyumuz, yağımız qaydasındadır və inşallah bir maraqlı bir yolculuq bizi gözləyir, maraqlı bir tədbir bizi gözləyir. Bugünkü tədbirimiz Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında olacaq və rəqəmsallaşma ilə bağlı bir beynəlxalq konferansdır, elmi praktiki konferansdır və Mingəçevir Dövlət Universiteti olaraq da biz də orada təmsil olunacaq. Cənab rektorumuzun dəyərli masada çıxışı var, həmçinindəki əməkdaşlarımızın, tələbələrimizin, magistrantlarımızın da konferansın bölmə iclaslarında öz məruzələri ilə belə deyək də universitetimizi təmsil edəcək bir gündür. Və konferans ona nəzərə çatdırıb ki, 3 gün davam eləyəcək. Biz də bugün konferansın açılışına gedirik, təkrar söyləyirəm. Və çox da danışmayayım artıq. Məncə qısa da olsa bir məlumat verdim və əsasda videonun irəliləyən dəqiqələrində proseslərlə bağlı, yolculuğumuzla bağlı, səfərimizlə bağlı prosesləri görəcəksiniz, hadisələri görəcəksiniz. Allah yolumuzu açıq eləsin, Allah utandırmasın. Hər birimiz üçün xeyir olsun. Belə. Deyəcəksiniz ki, bu konferansa gedib belə bədəkli sarışqa ilə, köynəklə gedir. Yox, təbii ki də paltarlarımızın batmaması üçün arxada və bagajda digər geyimlərimiz, paltarlarımızı ehtiyatda saxlamışıq. Əsas tədbir geyimlərini və qalanlarını da belə deyək də bu yolu digər geyimlə bu hazırda üzərimdə olanını davam edəcək. Yolumuz açıq olsun. Bismillah. Artıq universitetdəyik və hamı toplaşır burada. Odat mənim gibi burada. Bizim Asım buradadır, universitetin mühafizəsində çalışan əməkdaşımız. Ayağımdan nəfəs ala bilmirəm. Niyə? Sinəm boğuldu, o çırpılarından sinəm nəfəs ala bilmirəm. Allah rəhmətlərim aşıq. Artıq yolumuzun bir 30 dəqiqəlik hissəsi qalıbdır. Zaqatalaya doğru yolumuz irəliyir. Gördüyünüz kimi hər tərəfi ağaçlıqla dolu bir yaşıllıqlı bir yoldan gedirik. 4 nəfərik hazırda, arxada da görürsünüz. Ahmet müəllim, Əfqan, Ahmet müəllim, bir də mən. Zaqatalaya doğru səfərimizin belə deyək ki, maraqlı hissələri gedir. Biraz deyə bilərsiniz ki, nədə belə ortadan girmirsən Zaqatalaya çatanda. Yola çıxandan sonra telefonla navigasiya qoşuldu, eləndi və qalanı yadımdan çıxdı. Əvvəldən belə qırıq-qırıq kadrlar var. Şəhərdən çıxış hissəsini falan çəkməmişəm. Amma həm də ki, eyni yerlərdir deyə çox da yormamağa çalışıyorum. Artıq ünvana bir 4 dəqiqə, 5 dəqiqə sonra çatacaq. Zaqatala filialında kesiləcək bir tədbir idi. Gördüyünüz kimi kartet şəklində gedirik. Universitetin rəsmi makam maşınlarına bir yerdə. Artıq Unique Zaqatala filialındayıq. Buradan da indi Heydərə mərkəzinə gedəcəyik. Gedirik qardaş. Çək də nə var çək. Artıq 9-a qalıb 20 dəqiqə biz Heydərə mərkəzinə Zaqatalada yerləşən. Birazdan belə deyək də təxminən bir 40 dəqiqə sonra, biraz tez gəlim ki, 40 dəqiqə sonra gül qoyma olacaq, sonrasında isə konferansın açılış hissəsi olacaq. Biz də prosesləri hissə-hissə çəkməyə çalışacaq. Unique Zaqatala filanın gənc tələbəsi. Könlü kimi fəaliyyət göstərir bugün. Bizim Aynur xanım Əsr TV üçün belə deyək ki, suget hazırlayır. Artıq bir stand-up eləyir. Birazdan yəqin ki, düşəcək. Tamam. Regional Universitet modeli adlı elmi praktiki konferans keçirilir. Gördüyünüz kimi rəsmlər Heydər Əliyev heykəli önünə, ümumi liderimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmək üçün gül dəstələri ilə birlikdə heykələ doğru yaxınlaşırlar.
Artıq rəsmlər və digər qonaqlar hər birisi tədbirin başlamasını gözləyirlər. Burada xatirə lövhəsinə fotolar çəkilir, söhbətlər yaparlar, müzakirələr edilir. Aha. Artıq tədbirin başlamasına bir neçə dəqiqə qalıbdır. Hamı öz yerini alıbdır və rəsmləri gözləyir gəlməyini. Ötən 10 il ərzində keçdiyi inkişaf yolunu, əldə etdiyi nailiyyətləri, akademik uğurlarını özündə əks etdirən video çarxı izləməyə dəvət edirəm. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor, iqtisad elmləri doktoru, hörmətli Ədalət Muradovu səhnəyə dəvət edir. Dəyərli deputatlar, əziz həmkarlar. Respublikasının Elm və Təhsil Nazirinin müavini, İqtisad Elmləri üzrə fəlsəfə doktoru, dosent hörmətli Firidun Qurbanov sözü verir. Çox hörmətli Yubiley tədbirində iştirakınız hər birinizin nə qədər filiala dəstək göstərdiyini nümayiş etdirir qurumdur və filialımız ilk növbədə 1920-ci ildə pedaqoji texnikum olaraq fəaliyyətə başlamışdır. Həqiqətən belə bir möhtərəm tədbirdə, belə həm jubileyə əsr olunmuş tədbirdə, həm beynəlxalq elmi praktiki konferansda iştirak etmək bizim üçün çox əlamətdardır. Onların belə bir ifadəsi var, ein Bild sagt mehr als 1000 Worte. Yəni bir şəkil, bir informasiya özündə daha çox, 1000 dənə sözdə daha çox informasiya özündə ihtiva edir. Rayonumuzun qonaqları və tədbir iştirakçıları. Hər birinizi şəhid ailələri adından salamlayır. Hörmətli Mübariz müəllim, əziz qonaqlar, dəyərli tədbir iştirakçıları, hər birinizi salamlayıram gözəl tədbirdə. Mən həmişə deyirəm ki, biz xoşbəxt insanlarıq ki, Azərbaycan kimi gözəl, qüdrətli bir dövlətin vətəndaşlarıyıq. Biz gücümüzü, qüdrətimizi 44 illik müharibədə bir daha bütün dünyaya sübut elədik. Azərbaycanda yaşayan çox millətlər, xalqların birliyini, prezidentimizin uzaq görən siyasətini, ordumuzun gücünü görərək mən də ilhama gəlib belə bir mahnı yazmışdım. Yəqin ki, çoxlarınız xatırlayırsınız. Millətin nə fərqi var? Talış, ləzgi, yağ var. Zaxur, İnqilo, ya Tatar. Hamımızın bir yolu var, o da Azərbaycandır. Eşq olsun, bütün Azərbaycandır. Şöhretim şanım mənim, vətənim canım mənim. Şöhretim şanım mənim, vətənim canım mənim. Gözəllər məskənim, Azərbaycanım mənim. Gözəllər məskənim, Azərbaycanım mənim. Üniversitet rektoru Ədalət müəllim münasirələrə açıqlama verib konferansla bağlı. Artıq konferansın ikinci hissəsi olan dəyinilməsi başlayır. Gördüyünüz kimi tədbir rəsmiləri, rektorlar, millət vəkilləri, deputatlar sonrasında icra hakimiyyəti hamısı buradadır. Bu modeli seçdiyimiz halda biz rəqəmsal kənd təsərrüfatı kimi yeni ixtisasları, ekonomiyası və aqrar emalatlarıcılığı, logistika təhsilat edilmələri bilməsi və data analitika və süni intellekt sayəsində yönələ bilərik. Bir məsələni qeyd etmək istəyirəm ki, Türkiyədə ali təhsil yük tərəfi. Ciddiyyətə alına bilməyən fikirlər irəli sürmək yanlış yoldur. Region universitetləri inkişaf etdirmək istəyirsə, region universitetlərinə baxışımızı formalaşdırmalıyıq. Bugün burada əsas problem resurs qıtlığı deyil. Biz baxaq, ola bizim hamısını aça bilərik, amma biz adlığımızı ataq və mən əminəm ki, region universitetləri bu təşəbbüsü ələ götürməklə Ceyhun müəllim paytaxtda olan universitetlərə bir örnək olmuş olarlar. Burada yeniliyi ələ ala bilərlər və ikinci məsələ burada rəqəmsallaşmadan danışırdı, Əmələ müəllim və Ceyhun müəllim.
Mən təklif edirəm ki, regional universitetlərlə birgə virtual laboratoriya şəbəkəsi yaradaq. Biz artıq UNEC Zaqatala filona gəldik. Burada bir kiçik bir proqramdan kənar bir səfərimiz var. Burada gördüyünüz kimi 2 otaq var. Bizim tədris otağı və burada da Məsud Əfəndiyev adına otaq var. Belə hazırda ilk otaq görək hansı olacaq. Və budur turizm tədris otağının açılışı oldu UNEC Zaqatala filanda. Biz də bu prosesləri canlı sizə göstərik. Xeyir olsun. Təbrik edirəm, uğurlar arzulayıram. Bizim səfərimizin belə deyək, rəsmi hissəsi demək olar ki, başa çatır. Birazdan biz nahar fasiləsinə çıxardıq. Hətta belə deyərək gedimizlikdə hətta. Belə bir fond tapmışam, UNEC Zaqatala filanına bağlı. Dedim ki, mən özüm də UNEC məzunuyam. 2-ci korpusa, gənclik korpusunda oxumuşam. Vaxtında 2014-18-ci ildə. Belə. İndi isə kollektiv foto çəkdirik. Həmişə biz orada dururlar, indi bu dəfə bu izləyək. Belə artıq səfərimizin belə deyək də Zaqatala olan hissəsi başa çatdı. Naharımıza gidik. Yavaş-yavaş Mingəçevirə doğru yola düşəcəyik. Gəl yuxarı, hara gitsin? Əziz dostlar, biz artıq Mingəçevirdəyik. Gördüyünüz kimi artıq geyimimizdə dəyişmişik. Çox şükür gözəl bir gün keçirdik. Yadda qalan bir və vacib bir mövzuda hansı ki, rəqəmsallaşma və süni intellektlə həsr olunmuş bir konferansda iştirak etdik. Mingəçevir Dövlət Universiteti olaraq həm rəhbərlik səviyyəsində, həm də ki, konferansın bölmə iclaslarında bizim əməkdaşlar iştirak elədilər, tələbələr, magistrantlar iştirak elədilər. Konferans təbii ki də bölmə iclaslarına 3 gün davam edəcək və konferansın ilkinə uğurlar arzulayırıq və ümid edirəm ki, videomuz sizin üçün maraqlı oldu. Orada da yenə də belə deyək də bir proseslərin canlı olaraq şahid olduğunuz dəyirmi masadan, sizlər açılış nitqi, sizlər orada musiqi söyləmək hissəsi olsun, yadda qalan olduğunu düşünürəm. Əgər belə videoların davamlı gəlməsini istəyirsə, səhifəmə, kanalıma abunə olun, rəy yazaraq, belə deyək də fikirlərinizi bölüşün. Sağ olun, növbəti videolarda görüşərik.